Hər kəs salamlayıram. Bu videoda maraqlı bir düzbucaqlı üçbucaq sualının həllinə baxacağıq. Bunu həll etmək üçün biz 15, 75, 90 üçbucağının xassəsini bilməliyik. Yəni bu xassəni bilmək bizim üçün həlli daha da asanlaşdırar və bu xassəni mən əvvəlki videolarımda izah eləmişəm. Xüsusi düzbucaqlı üçbucaq ki var, 15, 75, 90 üçbucağı. Onun bir xassəsi var. İndi o xassədən istifadə eləməklə biz bu məsələni həll edə biləcəyik. Deməli, xassə necə idi? Əvvəlki videomda izah eləmişəm, baxa bilərsiniz. 15, 75, 90 üçbucağında böyük katet kiçik katetin kökdə 3 üstəgəl 2 misinə bərabərdir. Yəni kiçik katet burada 15 dərəcəli bucaq qarşısında duran katetdir. Ona bir k deyək. 75-in qarşısında duran da olacaq k kökdə 3 üstəgəl 2k. İndi biz şərti oxuyaq. Nə verilib? AB CD-yə bərabərdir. Yəni bura bərabərdir. BY MC-yə bərabərdir. Yəni M BC-nin orta nöqtəsidir. Bu bucaq 75 dərəcədir. Alfa bucağının dərəcə ölçüsünü soruşur. İndi mən bura K demişdim. Bura həmçinin K olacaq. AD-yə nə qalacaq? K kökdə 3 üstəgəl 2K çıxılsın K. Yəni K kökdə 3 üstəgəl K. İndi mən Pifagorla BC-nin də uzunluğunu tapa bilərəm. Bunu burada saxlayaq kənardan. Pifagorla BC-ni tapacağım. Necə? AB-nin kvadratı üstəgəl AC-nin kvadratı bərabərdir BC-nin kvadratı. İndi yerlərinə qoysam AB K idi. K kvadrat üstəgəl AC-miz K kökdə 3 üstəgəl 2K idi. K kökdə 3 üstəgəl 2K-nın kvadratı bərabərdir BC-nin kvadratı. İndi buradan K kvadrat üstəgəl bunu vurğularını açsaq 3K kvadrat üstəgəl 2 kökdə 3K kvadrat, daha doğrusu 4 kökdə 3K kvadrat üstəgəl 4K kvadrat bərabərdir BC-nin kvadratı. 8K kvadrat üstəgəl 4 kökdə 3K kvadrat bərabərdir BC-nin kvadratı. 4K kvadrat xarica çıxartsaq 2 üstəgəl kök 3 bərabərdir BC-nin kvadratı. Buradan da BC bərabərdir 2K kök altında kökdə 3 üstəgəl 2-yə. İndi M nöqtəsi demişdik ki, BC-nin orta nöqtəsidir. Onda bərabər parçalar yaranır. Bura BC-nin yarısı düşür. K kök altında kökdə 3 üstəgəl 2 bura düşür. Burada K kök altında kökdə 3 üstəgəl 2 düşəcək. İndi bu yazdıqlarımızı kənara qoyaq. İndi biz kosinuslar teoremindən istifadə edəcəyik. MD parçasının uzunluğunu tapmaq üçün biz nədən istifadə edə bilərik? Kosinuslar teoremi belədir ki, MD-nin kvadratı bərabərdir CD-nin kvadratı üstəgəl MC-nin kvadratı çıxılsın 2 CD vurulsun MC vurulsun kosinus 15 dərəcə. İndi buradan da MD-nin kvadratı bərabərdir. CD-miz nə idi? K. K kvadrat MC-nin kvadratı. MC-nin kvadratı K kvadrat kökdə 3 üstəgəl 2 çıxılsın 2 vur K vur K kök altında kökdə 3 üstəgəl 2 vurulsun. Kosinus 15 dərəcəsində necə tapa bilərik? Kosinus alfa nəyə bərabər idi? Alfa bucağının deməli bitişi alfa bucağının bitişi katetin hipotenuza nisbətinə bərabər idi də. Biz burada ayrıca kosinus 15 hesablayaq. Deməli, kosinus 15 bərabərdir AC böl CB. Yəni K vurulsun kökdə 3 üstəgəl 2 bölünsün. CB nə idi? 2K kök altında kök 3 üstəgəl 2. İndi biz burada nə edəyək? K və K ixtisar gedəcək. Bununla da bu ixtisar gedəndə qalacaq. Deməli, kök altında kök 3 üstəgəl 2, yəni kök altında kök 3 üstəgəl 2 böl 2. İndi burada yerinə yazıram. Kök altında kök 3 üstəgəl 2 böl 2 bərabərdir. İndi bunu sadələşdirəndə nə qalır? Deməli, K kvadrat vurulsun kök 3 üstəgəl 3 minus, deməli 2-lər
ixtisar edəcək. Qalacaq k kvadrat vurulsun kökdə 3 üstəgəl 2 bərabərdir. K kvadratı mötərizə xaricinə çıxarsam kökdə 3 üstəgəl 3 minus kökdə 3 minus 2. Yəni k kvadrat. İndi baxın. Bunu silək. Yekun olaraq nə əldə elədik? MD-nin kvadratı bərabərdir k kvadrat. Yəni MD bərabərdir k. MD-yə də k yazırıq. Gördüyünüz kimi burada bərabər yanlı bir üçbucaq əmələ gəldi. Bərabər yanlı üçbucağında oturacağına bitişik bucaqları bir-birinə bərabərdir. Yəni bura 15 dərəcədirsə, burada 15 dərəcəyə bərabər olacaq. Yəni yekun olaraq alfa bucağımız 15 dərəcəyə bərabər oldu. Ümid edirəm bu sualın həlli sizlər üçün faydalı olar. Sağ olun.